Mən Abi reaksiyaya girməmişdən qabaq maddənin kiloyu 5 kiloydusa, alınan sonra nə qədər olur? 5 kilo məsələn Ben hidrogen nasıl gösterim? mən 5 kilo Yaz hidrogendən götür. Sən niyə oksigen bağladın Ömər lövhəni? Mən Niyə ekranı bağladın Ömər? Ben şey nöbeten getirmiş. Ged mənə nə dəxli var? Gedirsən, get stolun boş dursun. Qapı ora niyə bağlanmalıdır? Bəlkə gel orada köçürürsən kitabda. Biliyorsun Ben- nöbeten. mən məsələn 5 kilo Yaz. hidrogendən 5 Kitabı kilo bağla get yaz. Sonra daskan get göstər. Ha. mən 5 kilo hidrogenlə 5 kilo oksigen birləşərsə mən 5 kilo su almalıyam. Elə mi? Bəli. 5 kilosu mu əmələ gəlir aşağılar? Yəni ki o qədərdir. Ay qardaş, 5 də gələk 5 neçə eləyir o tərəfdə? 10. 10 eləyir də. Elədir. Formaldan asılı deyil ki. Bunun atomunun kilo, bunun özü çəkisi var. Bax ki bu 5 kiloqram. Elə deyil, bunun atomları çəkisi. Bunda Bəli. atomun çəki 5 kiloqramdır. 5 üstə gəl 5, 5 eləyə bilər? Ben, 10. ben kimler reaksiya edir onlar yazın. Kim kimlə reaksiya gelir onu yaz. Oradan da Başa cəmi düşdün? 10. Bəli. Bu tərəfdə 5 ilə 5 reaksiya girirsə o tərəfdə 10 alınır. Başa düşdün? Cəmi də su oldu. Cəmi də su oldu. 5 üstə gələk bir atomun öz çəkisi var, bu atomun da öz çəkisi var. Onun nə dəxli var ki, o atomun çəkisi, o atomun çəkisi birləşir. Eyni şeydir də. Armudun da çəkisi var, almanın da çəkisi var. Tərəzi ikisini bir yerdə qoyanda 5 budsa 5 olsa ikisi bir yerdə 10 kilo gəlir. Dediğinizi dərk edin. Dediğinizi başa düşün. Oradaki şəkilləri mənə izah elə. Nə deməkdir orada? Dəlliyi deyə bilərsən belə şifahi. Sən də sənə də daska lazım olacaq. Daskada hamınız yazacaqsınız. De görüm. Mən orada Sən dünən tənliyi demişdim o birisini. Onsuz da qayıdıb axırda təzdən bir ders alacaqdım. Bütün dərslərin hamısını. De görüm tez. Kitab onsuz da yekunlaşır. Tənlikləri mənə de. 69 sakın. Ön kitab bağlı. Yəni şüdddən oksigenin reaksiyasına nətər girir, nə alınır? Mən kalsiyum, karbonat 3. Karbonat 3'tü. Kalsiyum CO3. Onun adı var. Nədir? Məmə yazıb qutarım. Mənə gəlirdi müəllimə kalsiyum oksigen. Mən üstə gəlsin kalsiyum oksit. Kalsiyum oksid 2. Bax, qulaq as. Bu tərəfdən də adını sənə yazdırdım. Dedim ki, onun adı... Hani oksid 2'de ona göre değiller. Uşaqlar, sakit tutun. Qoy öz səhvini başa. Bu tərəfdə yazdım ki, kalsiyum CO3. Bunun adı nə oldu? Kalsiyum karbonat. Kalsiyum CO3'ün adı oldu kalsiyum karbonat. O birisi nədir? Kalsiyum oksit. Heç şey yoxdur. Bir kalsiyumdur, bir də oksigen deyil, kalsiyum oksit. Burada da CO2 avtomatik karbon qazıdır. Çünki biz orada fotosintez prosesində bu məsələlər üstə çox dururuq. Başa düşdünüz mü? Ona görə reaksiyanın düzgündür, düzgün ol. Sən 2-3 dənə şey başa deyə bilmirsənsə, bu demək ki, sən onu başa düşmürsən. Ben göstermezdim. Göstər işitsin. Başa düşdünüz mü? Aç o kitabı. Tez ol aç. Amin. 69 aç. Başdan qabaq bir də deyə bilərsən o reaksiyanı. Mən sadə dedim. Sol tərəfində necə oxunur? Necə? İncə dediyin reaksiyada sol tərəf necə oxunur? Oxunuş necədir? Hə, mən tənliyi. Hə. Mən kalsiyum, CO. Hə, CO nə? Tez. CO3. Adı nə oldu onun? Bilmirsən, sabah öyrənib gəlib deyəcək. Kalsiyum karbonat. Həmən kalsiyum karbonat. Mən sonra alındı nədir? Mən kalsiyum oksigen. Kalsiyum oksit. Kalsiyum oksid. Karandaşla yazdırmışam oraya. Yazırsan. Bilmem. Ben niye yazmadım? Cemaat yazında sen de yaz. Kalsiyum karbonatı yazırsan. Bilmem. Tez onları yazırsan onlar səhər mənə cavab verəcəksən. Yuxarıdakı da aşağıdakında. Gösterin. Göstər tez ol.
Tez-tez uşaqlar. Bax, biraz dərsinizə hazırlıqlı olun. Heç kimin vaxtını yeməsin. Kimsə cavab verməyəndə başqasının vaxtını yeyir. Ömər nə yazsın? Mən bulamaz. Nədir o? O Mən dünənki birinci reaksiyadır. De. Mən birinci O xlor kimyəvi Xlor- tənlik Bir deməli. dəqiqə, bir dəqiqə. De. xlor turşusu müəllim. De gəlsin nə? Üstə gəlinsin müəllim çay sodası. Alındı nə? Alındı natrium xlorid. Aha. Üstə gəlində karbon qazı. Üstə gəlsin H2 yəni su molekulu. Dur. Ondan sonra bugündən sonra karbon qazını dəqiq tanıdınız. Karbon qazını heç şeylə qarışdırmayın. O birisi də hamısını adlarını düzgün bilin. Bugündən sonra başqa reaksiyaların içinə girəndə bunların adlarını özlərindən deyəcəksiniz. Tamam. Ömer, o birisi reaksiyanın da C'nin adını bugünkü 69. səhifədəki reaksiyanın adını da. Sən başla görüm Tural. Mən Tural. yazım. Bir dənə göstərmişəm. Ha, aşağıdakini da yaz. Kitab bağlı Ömer. Bağı da mən. Hanginiz bağlayın? Tamam, gedin. Ömer, bugünkü reaksiyanı yaz. 69. Tural, sən dərsini izah ver. Baxın görsənir müəllim. Əyri durursan, düz dur. Bax elə. Telefonu əlində gəzdir. Aha. Həmən, mən burada kalsiyumla karbonatı yazmışam müəllim. Yəni Aha. altına açılışında yazmışam müəllim. Aha. Sonra mən bu reaksiya, bu başlanğıc değil mi? Sonra reaksiyadan sonraki deməli, burada mən kalsiyumla oksid var müəllim. Bu kalsiyumlu oksid. Sonra da mən burada karbon qazı. Əmsallara bax, gördünüz mü? Bu da Əmsala mən burada Ha, bir, qaz. Kalsiyum neçə dənədir? Sol tərəfdə. bir dənə. O bir tərəfdə neçə dənədir? Bir dənə. Oksigen sol tərəfdə neçə dənədir? Bu, Solda. O bir tərəfdə. bu, Ha. bir dənə. O bir tərəfdə neçə dənədir? 3 dənə. İki orada da birisi də karbon qazının yanında da ikisi 5 dənə. Xeyr ola, kütlə saxlanıldı yoxsa anasını ağlar qoydum? Ya müəllim, səhvdir. Burada 3 dənə idi. Burada yəni toplayanda mən həll olurum. Aha, nəyə topladın? Düzelt görüm. Bu tərəf, sol tərəfə gir. Mən burada 2 yazmalıydım. Ay bax, hər şeyin elədi. Bax, hər şeyin elədi. Orada yaz sol tərəfə ayağına 3. Bura 3. Bəli. Çünki bax, görürsənmi? Kitaba baxmırsan, hep ikinin başqa yerdədir. Dərs oxuyanda. Yaz oraya. Ama kitabda yazmışam. Yürü. Göstərmədin. Göster. Ay, mən üzüm lazım, 4 daskanı göster. Tez. Oraya yaz 3. Keç o birisi tərəfə. Kalsiyum yanındakinin sil yanına. Kalsiyum oksidin yanındaki oksigen ayağını sil. 3'ü sil. Sildin. İndi topla o tərəfi. Gör hər şey düzdür misal. Ben burada bir dənə deməli. Bir dənə kalsiyum, o tərəfdə bir dənə kalsiyum. Düzdür. Sonra karbon bir dənədir. Burada 2 olmalıydı deməli. Ay, sil o 2'yi. Kalsiyum C'yi yoxla. C neçə dənədir? Karbon. Karbon müəllim. Hə. 2 nədir? Ay, karbonun özünü C. Qazından danışmıram. Karbon qazı demirəm. Deyirəm karbon. O karbon özü bir dənədir. O birisi tərəfdə neçə dənədir? 2 dənə. Ay, bu Allah. Ay, Hə, karbon bu tərəfdə bir dənə, burada da bir dənə. kalsiyum yanında yazmayıbsan C'ni. Yaz oksigen. Bu nə? O bir tərəfə git. Keç sola. C orada bax, kalsiyum bir dənədir. C bir dənədir, oksigen 3 dənədir. Gördün? Bax, kalsiyum bir dənə, karbon bir dənə, oksigen 3 dənə. Keç bu tərəfə. Burada kalsiyum bir dənə, bir dənə C bir dənə oksigenin yanında. Bunlar düz oldu mu? Oksigenin biri kalsiyumun yanındadır, ikisi de C'nin yanında. 3 dənə də budur. Bu kütlənin saxlanması qanunu bu deməkdir. De bu tərəflə o tərəf bərabər olur. Başa düşdün mü? Hə, mən bildim. Prosto mən... Qardaş, sayı ayaqla düzəldirsən birinci. Ayaq neçəsə. O da ayaq o demək deyil ki, Kevin istədiyini yazasan. O kristal qəfəsdə necə bir-birinə birləşirsə onu yazmalısan. Amma əmsalla əgər 50 düzünü sonra onunla düzəldəcəksən. Başa düşdün mü? Hə. Başa düşdün mü? Bugünkü reaksiyan şey demiş, Allah rəhmət eləsin, İskəndər müəllim demiş, -1. Sıfır da düşünmürük sana, -1 aldın. Gel onu sabah işleyip diyeceksin. O reaksiyon. Değil mi? Olsun. De tez ol. Amin sen ekranı bağlama. Bu nedir? Bu ne ekranı?
Allahu Ekber. Ekran aç. Ne bağlıysan ekrana? Mesela ders demeye gelmişim. Bir müəllim online ders deyirsə, kilit ekranı bağlıysa bu demek ki sinifdə deyiləm, küçədəyim. Deyemez. Mən birincisi burada mənim karbon qazıdır. Mənim alındığı, mənim Ne de sonra isə karbonat? Hayır. Karbon gazı ne de? mənim kalsium karbonat. Kalsiyum karbonat düzgündür. Sonra. Mənim alındı müəllim karbon, üstə gəlsin Karbon müəllim altıda. karbon dioksit. Karbon orada dioksit, oksigen. D2 demek. Oksigenin yanında 2 var. Oksit ben. Kalsiyum oksit. Karbon var mı orada? Kalsiyumdur. Kalsium oksit. O birisi nedir? Mən bu birisi. Aha. Karbon gazı. Sabah hamı bir yerden başka hamı reaksiyaların hamısını pat yazacaksınız diyeceksiniz. Bəli. Mən dedim mən. Düzgün ifadə eləyənmədi. Kalsiyuma karbon deyirsən. Adları düzgündür. Adları kitabda sənə yazdırmışım. Raya qadam de görüm sən şifahidir hamısı. İkinci dersin reaksiyalarını mənə de. Həmin burada maddənin kütləsi və saxlanması qanunudur. Səhv 69 deyirsən. Ha? De oradaki reaksiyalar mənə tapıyor. Səhv 69-da kalsiyum SO3 kalsiyum O üstə gəlsin SO2 reaksiya zamanı kalsiyum SO3-ün miqdarı zaman keçdikcə azalır. Kalsiyum O və kalsiyum O2-nin miqdarı isə artır. Bu reaksiya üçün maddələrin kütləsi M zamanından pi zamandan sonra dəyişməsi qrafikində kimi olur. A və B SO2 və kalsiyum O'nun isə kalsiyum O'nun isə C sol tərəfdəki maddənin kütləsidir. A üstə gələkdə B reaksiyadan sonra alınan maddələrin kütləsidir. Yəni reaksiya girməmişdən qabaq olan maddənin kütləsi qanuna görə də C bərabərdə A üstəgəl B. Düsturun özünü madı. Şahid düsturu madı. Bir də kalsiyum C bərabərdə A üstəgəl B. Yox, ondan yuxarı reaksiyadır. Reaksiyanın düsturu. Reaksiyanın düsturudur, adlarındır. Kalsiyum karbonat ne oldu? Kalsiyum karbonat Mehmet diyor. Parçalandı ne alındı? Kalsiyum karbonat parçalananda kalsiyum O. Neydi onun adı? Karbon gazı oldu. Oy Allah sana kömək olsun. Hiç senden gözlemedim. Kalsiyum oksit. Bak karandaşla yazdırdım ki adını örgənin. Orada ne var? Tamam. Kalsiyum oksit de karbon gazı. Bir de karbon gazı. Ve bu kadar. Orada bir çetin bir şey yok ki. Sen orada başka düşünmeyeceğin bir şey yok. Uşaqlar səhər hamı düsturu gələn kimi kitabı bağlayacaq, telefonu qoyacaq dəftərdə, yazılışını göstərəcək, adlarına, familiyasını nə deyəcək, bütün düsturu al, hamı tez-tez. Əzbər düsturların adı, familiyası. Bu tərəfdə neçə dənədir, bu tərəfdə neçə dənə oldu, kütlərin saxlanmasını biz bu təlinin içində nə təri gördük, onu mənə izah edin. Müəllimə bunları yazsam prost deyəmədim. Qardaş, sən dərsə cavab vermədin, sabah dərs cavab ver. Nəyi bilmədiyini bilirsən, saat deyəcəksən. Mənə demə, nəyi bilib bilmədiyini, mənə cavab versən. Başa düşdün? Sağ tərəfdə görürsünüz, bax burada 69-cu səhifədə kalsiyum sağ tərəfdə bir dənədir, sol tərəfdə bir dənədir. Karbon sağ tərəfdə kitab, hamı kitabın gözü kitabda 69. Baxın, karbon sağ tərəfdə bir dənədir, kalsiyumun yanında. Bu tərəfdə kalsiyum karbon oksigenin yanında görürsən bir dənədir. Oksigen ümumi say burada 3 dənədir. Sağ tərəfdə biri kalsiyumun yanındadır, ikisi də karbonun yanındadır. Yəni biri kalsiyum karbonat reaksiyadan sonra nə alındı bunlardan? Kalsiyum oksit, bu tərəfdə də karbon qazı. Yəni bu tərəfdəki həmişə birinci uşaqlar reaksiyaya girən maddə ilə reaksiyadan alınan maddələrin əyağının sayını toplayırsınız. Mesela bu tərəfdə kalsiyumun əyağında heç nə yoxdur. Bir dənədir bu tərəfdə kalsiyumun əyağında heç nə yoxdur. Bir dənədir başqa yerdə də yoxdur. Bircə dənə yerdə var, say bərabərdir.
Mən loru dilə girirəm artıq. Bax bu tərəfdə karbon. Baxıram ki, bu arada bircə dənədir, ayağında heç nə yoxdur. Bu tərəfdə karbon qazının içində var, bircə dənədir, ayağında heç nə yoxdur. Sonra oksigen bu tərəfdə 3 dənədir. Görün indi bu tərəfdəkilərin hamısını ümumi topladım. Hə, biri kalsium iyondadır, ikisi də karbon iyondadır. 3 dənədir. Bu qədər. Sən nə edirsən Amil? Sən ana bana qulaq asırsan. Sonra dərsdə cavab verə bilmirsən, qadın al. Biraz fikrin dərsdə olsun. Yaxşı balam. Fikrin dərsdə olsun. Mən kitab izah verirəm axı. Sonra mənə cavab verə bilmirsən axı. Sən məktəbdə deyirsən, sən pul ödəyirsən, dərsə qulaq. Vaxtın pul. Sən də bu pulu havaya sorursan, sərfəsiz keçirirsən. Başa düşdün? Bunu görə otur orada dərsini oxu. Mən nə izah elədim ki, mən də el qaydırma deyə bilər. Tez. O reaksiyanın üstündəki izahı verin. Deyir, Aya, mən nə dedim? Dediniz ki, həmin formulda yazılan məsəl üçün kalsium O üstə gəlsin kalsium O2 dediniz. Həmin oksigenin ayağında yazılan, yəni indeksləri toplayıb həmin reaksiyanı almaq olur. Yəni ki, alınan maddəni toplayaraq tapa bilirik. Sağ tərəfindən sol tərəfdəkiləri yoxlayırıq. İkisi birbirine bərabər olmalıdır. O da bu ayağında heç nə olmamaq bir deməkdir. Amma bir yazılmır. Ondan yuxarıda olanları yazır. Ona görə də baxırıq, burada 3 dənədir. Bu tərəfdə də ikisi buradadır, biri də buradadır. Bax bu qaydada toplayırsınız. Ömər, Amildə görə mən nə izah elədim? Mən orada kalsium oynan və kalsium O2-nin mənimə dediniz ki, mənimə kalsium O2-də mənimə bərabər olmalıdır hamısı. Kalsium O-da bir dənə olur. Bu tərəfdə neçə dənədir? Mən hansı tərəfdə? Hər iki tərəfdə bir dənədir mi? Xeyr, mən birində kalsium O2 2 dənədir, birində də bir dənə. Qardaş, mən orada sənə dəxli yoxdur nə maddə alınır. Maddeyi qatma. Kim kimin yanında da onun sana dəxli yoxdur. Ümumi say bərabər olmalıdır. Mən birinə bir olmalıdır elə bil orada. Qardaş, kim kimin yanındadır, dəxli yoxdur. Baxırsan bu tərəfdə bir kalsium var. Burada kimin yanında durmağının sana heç bir dəxli yoxdur. Say bu tərəfdə də bir dənə olmalıdır. Orada qarışdırma kim kimin yanında. Hələlik sənin dərsin deyil o başqa yerlərə girmək. Karbon burada neçə dənədir sol tərəfdə? Karbon bir dənə. Bu tərəfdə neçə dənədir? Bir dənə. Oksigen bu tərəfdə neçə dənədir? Sol tərəfdə. Hərəsində bir dənədir. Ay, oksigen sol tərəfdə neçə, ayağında neçə yazılır? Hə, 2. Allahu Ekber. Qardaş, oksigenin ayağına sol tərəfdə bax. Sol əlini qoy, gör sol tərəfə. Reaksiya girməmişdən qabaq neçə dənə oksigen var? Ayağı neçədir? Ayağı yoxdur axı. Oksigenin aşağısında neçə yazılır? Mən birində yazılıb, o da 2 yazılıbdır. Allahu Miqdarı- Ekber. Ay, sən solla sanğı tanımırsan mı? Mən tanıyıram, değil mi? Sola gir. Mən bunu demirsiniz. Bəli, bəli, sola, sol. Reaksiya girməmişdir. Reaksiya, ay orada nə yazırsan? Tənlikdən danışıram. Müəllim, Hamı sussun. Hey, otursun yerində. Bax, buradan danışıram. Bax, görürsən, tənlik bu başdan girməmişdən qabaq. Bax, bu tənlik. Girməmişdən qabaq burada oksigenin ayağı neçədir? 3. Və mən sənə nə soruşuram? O tərəfdə, Aşağıda aşağıda nə işin var? Mən reaksiyadan danışıram. Mən nə işim var aşağıda? Burada reaksiyadan söhbət gedir. O oxdan sonra bütün olan oksigenləri topla gör cəmi neçə dənədir? 6 dənə. 6'yı hardan aldın? Mən ayaqdaşlarını topladım. Ay, oksigenin birinin ayağında 2 var. O birisi oksigenin ayağında heç nə yoxdur axı. Nətər 6? 6'yı hardan aldın? Mən 3 dənə. Və 3 dənə, 4 dənə var ki. Geç bu tərəfə. Bax, şey var, reaksiyalarla maddələrin kimya formulları yazılır. Burada şey var, cədvəlin aşağısında. Hidrogen burada neçə dənədir? Ox işarəsindən qabaqda. Bir dənə xlorin yandadır. Biri hardadır? Mən 70-ci səhifədə. 67. 67 cədvəl var, ham baxsın. Orada hidrogen, cədvəl, şey var. Xlorid turşusunun yanında bir dənə hidrogen var. Başqa harda var? Bax, orada ox işarəsindən qabaqda. Diqqətlə bax. Bir baxa get. Və oksigeni də tapım oradan. Ay, mənə hidrogen lazımdır, oksigenə girmə. Hidrogen orada neçə dənədir? O Ziya, qoy görək bir baxsın. Bir dənəsi xloridin yanındadır. Biri hardadır? Mən biri də
Aha. Oxdan qabaqda. Oxdan qabaqda. Harda? Orada 2 dənə. 2 dənə sol tərəf, girin də o birisi 2 dənə. Gör orada neçə dənə, oxdan sonra neçə dənə hidrogen var. 2 dənə var. Xlor bu tərəfdə neçə dənədir şeydir, oxdan qabaqda. Bir dənə. Bu tərəfdə neçə dənə var oxdan sonra? Bir dənə. Natrium oxdan qabaqda. Ömər neçə dənədir? Bir dənə. Oxdan Mən bir sonra dənə. neçə dənədir? Bir dənə. Qoy öz desin. Ziya, oksigen oxdan qabaqda neçə dənədir? 3. Oxdan sonra neçə dənədir? 3 dənədir mənim. Hardan aldın Oradakı üçü? o, buradakı karbon Hardan aldın qazındakı. 3'ü? Mənim oxdan qabaqkində mənim də çay sodasından sonda mənim o 3'dür. 3 dənədir. Ondan sonra oxdan sonra Ondan sonra mən karbon qazındakı 2 dənə oksigen, bir də sudakı bir dənə oksigen. Cəmi neçə dənə oldu? 3 dənə. Karbon haqqında danış. Maddə görüm Tural. Karbon oxdan qabaq neçə dənədir? 3 dənə. Karbon oksigenden qabaq neçə dənədir? Karbonun özünün təkcə ayağında neçə rəqəmi var? 1. Və nə üçün hardan aldın? Hələ bir ikisini. Elə bilimi qutarıb gözünü bir zillə bax da. Ora baxıram da mən. Ora baxmırsan, oksigene baxırsan. Orada C'nin ayağı, H'nin ayağını özünə deyin, heç kimə demeyin. Burada karbonun ayağı yoxdur. Bircə dənədir. Bu tərəfdə neçə dənədir karbon? 2 dənə. Hardadır 2 dənə? Hardan aldın? Karbonun özünü deyirsiz, yoxsa oksigenlə birlikdə? Mən sana nə dedim? Karbon qazı dedim, yoxsa karbon dedim. Karbon dedim. Karbonla özün dedim, karbon qazını demirəm ki axı. Karbon burada neçə dənədir? C. C bir dənə. O bir tərəfdə neçə dənədir C? Oxdan qabaq. Oxdan sonra. Oxdan sonra mən karbon bir dənədir. Çox qutardım. Nə deməkdir? Bu da kütləli özünün saxlanması qanunudur. Bu da tənliyin özünün doğruluğudur. Bu da hərənin özünün ayağına baxın. Əgər ayağında 3 yazılırsa 3 dənədir, 2 yazılırsa 2 dənədir, heç nə yazılmırsa 1 dənədir. Başa düşdünüzmü uşaqlar? Başqa reaksiyalar burada görək. Görək ayrı bir reaksiyalar burada nə var? Direkt başqa reaksiyalar. Dərsi biri getdikcə, heç biri getsə bir gün dərs də başa salmayacaq. Girməyəcəm, dərsə girməyəcəm. Dərs başqa dərslərə girməyəcəm. Girin buraya 74'e girin. Burada şeydir, onsuz da ki bir müddətdən sonra başlayacaq da hamısı. Bunlara diqqətli olun. Şeydir, fəaliyyət var. Orada alüminiumun ayağında neçə var? Bir başlayacaq. Ziya başda. Alüminium ayağında neçə var? Mən bir dənə yazmıram, bir dənə var. Bəli, oksigen ayağı neçə dənədir? 2 dənə. Deməli burada nə yazıbdı? Bəs mənim alüminiumda 2 dənə yazıb. Orada tənlik var, o düzəldəcək. Bu biz buna girməyik. Çünki siz ona başa sala bilməyəcəm. Orada əmsallaşdırın deyirsən. Əmsallaşdırın. Biz bunu dərsdə. Əmsallaşdırma mənim o bir dərsdir. O bizə aiddir. Onu siz əziyyət çəkəcəksiniz. O lazım deyil. Sadə qaydada olanlara keçək. Gəlin burada şeyə gəlin. 73-ə girək. 73-dəki şəkillərə baxın. Ha? Baxdınız mı uşaqlar 73-dəki şəkillərə? Yəni burada şeyə baxın. Kalsiyumla kükürt reaksiyaya girdi. Uşaqlar orada kalsiyum lap birincidəkində baxaq. Bir yaşıl var ya buraya. Uşaqlar buraya baxa-baxa gedin. Buraya baxın. Buradan aşağı hamısını baxa-baxa gedəcək. Kalsiyum kükürt, hə. Kalsiyum, Ziya, kalsiyum neçə dənədir oxdan qabaqda? Mən oxdan qabaqda bir dənədir. Kükürt neçə dənədir? Kükürt də bir dənədir. Sonra reaksiyadan sonra kalsiyum neçədir, kükürt neçədir? Hər ikisindən bir dənədir. Kalsiyumdan da bir dənədir kükürt. Tural, sən onun qabağındakına bax ilə. Burada oxdan qabaqda kalsiyum neçə dənədir? Oxdan qabaq bir dənə. Oxdan sonra neçə dənədir? Heç hərənin öz yerində danışacaq. Oxdan sonra yenə bir dənə. Oxdan qabaq oksigenlərin cəmi nə qədərdir? 3. Oxdan sonra neçə dənə alındı? Yəni 3. 3 dənə. Nədir? Ömər,
Bax bu hidrogenə bax. Hidrogen orada aşağıda neçə dənədir? Say. 2 dənə. Ay sağ ol. Sonra burada neçə dənədir? Oksijen də. Bax bu da bu tənlik düzələcəkdir. Bu tənlik burada burada düzəlməlidir. Oraya girməyək. O əmsallarla bağlı alınmır. Çünki orada əmsal işarələri var. Burada işləyəcəklər. Ondan sonrakına bax. Natriumdan şeyə baxaq. Bu da güzel. Şaxmatlar heç biri onlara getmir. O reaksiyalar onlara uyğun deyil. Sadəcə burada əmsal düzəltmək məsələsi var. Tənlik var. O tərəflərə girməyək. Gəlin dərsimizə başlayaq. Onda qısa konkret bu dərsin izahını verək. Yəni burada uşaqlar sayacaqsınız. Ox işarəsindən qabaq neçə dənə oksigen var? Ox işarəsindən sonra neçə dənə oksigen var? Əmsallaşmanı keçsin. Ayaqlarını toplayacaq, onunla yoxlayacaqsınız. Ayaqda yazılmırsa bir deməkdir. Kimin yanında da onun dəxli yoxdur. Ümumi sayı toplayacaqsınız. Hər elementin ümumi sayını toplayıb yoxlayacaqsınız. Görüm düzdür mü səhv? Başa düşdünüz? Mən əmsallaşmanı keçəcəksiniz. Keçək də, keçimdə nə eləyim, nədir? Nə qədər vaxtımız var? Yarım saat vaxtımız var. Onda tam keçə bilərik, keçə bilmərik. Ən azından heç olmasa bir balaca məlumat verim də uşaqlar. Nə eləyim, dərsimizə gəlir istədiyim kimi cavab vermirsiniz, məcbur qalıram, təzədən başlayayım. Uşaqlar, biz deməli tənlik haqqında məlumat öyrəndik birinci dərsimizdə. İkinci dərsimizdə də biz kütlənin saxlanması qanunu öyrəndik. Bu kütlənin saxlanması qanunu həm tənlikdə özünü göstərdi. Başa düşürsünüz? Bunu kütlənin, biz onu ola bilsin reaksiyalarda görə bilərik. Amma tənlikdə də bunu adi şəkildə izahını veririk ki, oxdan qabaqdakı hansı elementlər kimin yanındadırsa heç fərqi yoxdur. Oxdan sonra da nə alınır, nə qazma olur, nə olursa dəxli yoxdur. O saylar bərabər olmalı. Elementlərin sayını deyirəm uşaqlar. Bax, birləşmədən söhbət getmir. Hansı nəyəğində, ən sadə qaydada başa salmağa çalışıram. Hansı nəyəğində nədirsə, sağdakını da, soldakını da toplayacaqsınız, bu bərabər olmalı. Bu getdi. Gəlin görək, bu bizə kimyəvi tənliklərin əmsallaşdırılmasıdır. Uşaqlar, bax, dərsin adını başa düşməyə çalışın. Əmsallaşdırılma. Görək, əmsallaşdırılma nə demək? Bax, kütləni bildik. Tənliyin özün haqqında məlumatımız oldu. Əmsalları görək nədir? Reaksiya daxil olan və alınan maddələrin kütləsinin bərabər olmasını reaksiya daxil olan və alınan maddələrin eyni atomların sayının bərabər olması da izah elədik. Yəni, ayağındakı 1, 2, 3 bir-birinə sağla solun bərabər olmasını, yəni bu atom şəklində yazılışından, tənlik qaydasında yazılışından bildik, izahını verdik. Bu səbəbdən reaksiyanın hissəcik modelləri tərtib olunarkən atomların sayının bərabər olmasına diqqət edilməlidir. Yəni, burada gördünüz mü? Atomların sayı deyib bərabər olmalı. Məsələn, hidrogenin yanma reaksiyasının hissəcik modelini aşağıdakı kimi tərtib edirik. Görək, burada nə göstərir uşaqlar? Uşaqlar, bərabərlikdən qabaqda hidrogen neçə dənədir? Sayın, ümumi sayı. 4 dənədir. Oksigen neçə dənədir? 2 dənə. Bax, gördünüz mü? Gənə bir oksigen, 2 hidrogendən birləşdi. Bir dəqiqə uşaqlar, mən danışımda danışma. Öz vaxtında danış. Burada da bir hidrogen, 2 dənə, bir oksigen, 2 dənə hidrogenlə birləşdi. Yəni, biz bunu hissəcik formasında da göstərdik ki, reaksiyada bax, belə olunur. Mütləq bu atomların sayı bu tərəfdəki atomların sayına bərabər. Göründüyü kimi bu halda başlanğıc maddələrdə həmçinin reaksiya məhsullarında hidrogen və oksigen atomlarının sayı bərabər. Hər iki halda atomların sayı bərabər. Bunu bildik, bunu başa düşürük. Sonra reaksiya tənlikləri tərtib edərkən maddə kütləsinin saxlanması qanununu nəzərə almaq üçün tənliyə sol və sağ tərəflərindən oxa qədər və oxdan sonra hər bir kimyəvi element atomlarının sayı bərabər olmalıdır. Bayaqkini bir də yenə təkrar edilir ki, reaksiyaya girənlə reaksiyadan çıxan elementlərin, gördüm mən söhbət nədən gedim uşaqlar? Elementlərin atomlarının sayı bərabər olmalı. Sonra, burada göstərdi uşaqlar, kalsiyumdan kükürt reaksiyaya girdi. Yazdı kalsiyum. Burada bir dənədir, bir dənə olur. Kükürt bir dənədir, bir dənə olur. Bu bizi bunu göstərdi. Sonra bizə uşaqlar burada ikinci tənliyi göstərdi. Bax,
kalsiyum oksidlə karbon qazı reaksiya girdi. Bayaqki reaksiyanın tərsidir. Gəldi nə oldu? Kalsiyum bir dənə, oksigen 3 dənə. Gördünüz mü uşaqlar? Ha, reaksiya. Mənə niyə baxırsan? Kitaba bax, ay Amil. Hamının başı kitabda olsun. Gördünüz mü? Gördüm Amil. Başa düşdün mü? Oxdan sağ tərəfdə 3 dənə oksigen, bu tərəfdə 3 dənə oldu. Kalsiyum bir dənə idi, bir tərəfdə oldu. Karbon da bir dənə idi, bir dənə oldu. Ha, görürsən? Hamısını eləcə özlərinin elementlərin sayı bərabər olur. Sonra gəldi burada suya girdi uşaqlar. Suda nə təridir? Bax, burada yazıb nə? Hidrogenlə oksigen 2-2 reaksiyaya girdi. Burada yazıldı H2O. İndi görək burada nə deyəcək? Uşaqlar say bərabər oldu mu? Diqqətlə baxın. Başınızı niyə gelirsiniz? Diqqətlə baxın. Mən. Oksigende həm hidrogende olur, oksigende olmaz. Oksigen olmadı. Alınmadı. İndi görək. Bak, ona göre tezce bilirsen mi? Tezce başlamak film bir araştırın. Burada hidrogen 2'den oksigen 2'den. Bu neler oldu? Hidrogen 2'den oksigen 1'den aldı. Dayanak burada. Görek bir de. Yanlışını derim. Görek ne oldu? Burada bir tane natrium üstə gəlsin H2O. Görek bu reaksiyon alındı. Bu tərəfdə yaşıllarda bir dənə natrium, 2 dənə hidrogen, bir dənə oksigen. Hidrogen sayı düzgün değil. Glass. Burada ne alındı? Bir dənə hidrogen, bir dənə natrium oxdan sonra bir dənə alındı. Hidrogen 3 dənə alındı. Oksigen bir dənə. Hidrogenin bir artıq. Deməli burada nəsə görək? Artıq çıxanda nə olur? Nə eləyir? Gəlirik bu tərəfə girir. Deyir ki, bu hallarda tənliyin sağ və sol tərəflərinə atomların sayını bərabərləşdirməliyik. Bu reaksiya belə alınır. Bu mümkün deyil. Bunlar belə birləşirlər. Bunlardan asılı deyil. Biz nə eləməliyik? Biz bunları bərabərləşdirməliyik. Yəni bunun özünün birləşmə qaydası var uşaqlar. Başa düşürsünüz? Mesela florla flor gördünüz birləşdi. İkisi flor florda. Nə tər alanda? Bunların özünün birləşmə qaydası. Hidrogen bir-birinlə bir dənə ilə birləşdi. Florla flor gördün ikisi 8'lik bir-birinin 2 dənə atomundan bir dənə 8'liyə bərabərləşdirdi. Qaz alındı. Flor qaz alındı. Yəni hərənin özünün birləşmə qayda qanunu var. Bu element mütləq belə alınır. Başqa cür mümkün deyil. Ona görə biz bunu necə bərabərləşdirib, düzləşdirir ki, tənliyimiz düz alınsın. Gəldi dedi ki, burada bu kimyəvi tənliyin əmsallaşması adlanır. Görə bu əmsallaşma nə deməkdir? Bunun üçün maddə formullarının qarşısına, uşaqlar orada qarşı sözünün altına karandaşdan xət çək. Ya da qarşını belə kuruğa götür. Qarşısına yazdınız mı? Reaksiya daxil olan hissəciklərinin sayını göstərən ədəd əmsalı yazılır. Əmsalın da altından xət çək. Uşaqlar, əmsallar kiçik tam ədədlər ilə ifadə olunur. Tamın da altından xət çək. Və başladı nə elədi? Hidrogenin yanma reaksiyasının tənliyini aşağıdakını addımlarla əmsallaşdıraq. Nə vardı uşaqlar burada? Ha? Bax, birincidə həminkini göstərdi. Bax, burada. Hidrogenlərin sayını da oksigenlərin sayını. Hidrogen 2 dənə idi, oksigen 2 dənə idi. Alınanda hidrogen 2 dənə oldu, oksigen 1 dənə. Gəldi bu tərəfdə nə vardı? Gəldi burada suyun qabağına 2 yazdı. Deməli, suyun qabağına 2 olanda uşaqlar, hidrogeni 2'ye 2'ye vuranda neçə elədi? 4. Bu tərəfdə neçə dənə hidrogen var? 2 dənə. Deməli, tək hidrogenin qabağına 2 yazmalıyıq ki, o bərabərləşsin. Gördünüz mü? Ha? Burada oksigen 2 dənə idi. Bu tərəfdə də 2 dənədir. Bərabərləşdi. Lazım deyil. İndi gələk buraya görək nə göstərir uşaqlar. Bundan sonra nə elədi? Ha? Burada hidrogenin qabağına 2 yazdı, oldu 4 dənə. Oksigenə heç nə yazılmamışdı, oldu 2 dənə. İndi bu tərəfə keçək. Uşaqlar, bu tərəfdə hidrogen neçə dənədir, o tərəfdə hidrogen neçə dənədir? O tərəfdə hidrogenə 4'lü, burada 2 dənədir. Yox, sonrakindən danışdı. Nətər 2 dənədir? 4 dənədir. 2'ye vuranda 4 dənədir. Mən 4 dənə. Yox, oksigen 2 dənədir. 4 dənə hidrogen, 2 dənə 2 oksigen. dənə də oksigenin ayağında heç nə yoxdur. Amma hidrogenin ayağında 2 var. Ona görə 2'ye vururuq 4 dənədir. Görsən burada hidrogeni yazdı. 4. Mən
Oksigen əvəzləmək üçün yazdı kinora. Onu bəslə əmsalı düzəltmək üçün aldı. Çünki bu axı biz nə dedik? Dedik sağla sol bərabər olmalıdır. Ona görə də əmsaldan istifadə olur. Əmsal haraya yazılır? Formunun qarşısına. Sizdə karandaşla yazdıqlarımı bax onu hamısını karandaşla belə kuruq alacaqsınız. Və tam ədəddir. Bax bunlar. Ona görə də bax gördünüz uşaqlar. Bu birləşmədir. Hidrogen qazdır, oksigen də qazdır. Hər ikisi qazdır. Bu da 2-dir, o da 2-dir. Amma birləşəndə belə birləşilir. 2 dənə hidrogen, bir oksigenlə birləşir. Ona görə də biz buna əmsal verib düzəltməliyik. Bunun gəldim qabağına 2 yazdım. 2 yazanda gördüm ki H2O 2 dənə. Oksigen 2 dənədir. 2-yi bir dənə oksigenə vuranda 2 edir. Amma hidrogen 2 dənə. Əksik gəlir ikisi. Avtomatik ondan sonraki cədvəldir. Görürsən qabağına 2 yazdı. Hidrogen oldu 4, oksigen oldu 2. Bu tərəfdə də hidrogen oldu 4, oksigen oldu 2. Başa düşdünüz? Belə çünki uşaqlar bu biz keyfimizdən istədiyimiz kimi əmsal yaza bilmərik. Su istəyirsən milyarddan orada hidrogen qazı gəlsin, oksigen qazı gəlsin. O H2 formasında birləşəcəklər. H2O. Biz dedik axı nə tər birləşdirdik. Suyun bundan qabaq şeylər haqqında danışdıq, rabitələr haqqında danışdıq. Çünki hidrogenə 2 dənəsi lazımdır, oksigenə 1 dənəsi lazımdır. Ona görə bunlar məcburdular özlərini o 8-liyə oxşatmaq üçün, 8-ci qrupda olan elementlərə oxşatmaq üçün belə birləşirlər. Ona görə də bizə aidiyyatı yoxdur. Bunun qanuni birləşməsi budur. Bu qanuni birləşməni də biz əmsalla düzəldirik. Başa düşdünüz? Bəli. Sonra gəldi, mən çox ehtimal ki bu dərs vaxt bir də gedəcəkdir. Uşaqlar, bunlar lazım deyil. Mənə səhərini öyrənəcəksiniz. Mən buraya qədər öyrənəm. Buraya qədər əsas şeyə girin uşaqlar. Suyun mənə izahını verəcəksiniz. Bax bu şey var. 73-də. 73-də buranı mənə oxub izahla öyrənib verəcəksiniz. Bax buraya qədər. Mən bu dərsi bir günə keçməyəcəm, 2 günə keçəcəm. Çünki təzə termini hər uşaq başa düşmür. Hə? Uşaq. Başa düşdünüz? Bilməm. Ziyan biz bu dərsdən nə keçdik? Uşaqlar, ona diqqətlə qulaq alsın. Mən birinci burada dərs adından bəlli olduğu kimi kimyəvi təmizlərin əmsallaşdırılması. Mən burada əvvəlki dərsləri də mən təkrar elədik ki... Yox, lazım deyil, əvvəlki dərsə girmək. Buradan uşaq, izah bir ilə bir ki, sən müəllimsən, uşaqlar hamınız danışacaqsınız. De görüm nə başa saldım orada. Yaxşı, mən bundan yazmaq üçün kimyəvi təmizlərini əmsallaşdırmaq lazımdır. Kimyəvi təmizləri də əmsallaşdırmaq üçün sağ və sol tərəfdə atomları isə... Mən sizə nə dedim uşaqlar? Bax, qoy sizə lap aydın şəkildə izah verəcəm, aydın şəkildə başa düşürəm. Hayır, aydın şəkildə. Çünki niyə? Uşaqlar, həyatda oksigen nə şəkil? Həyatda oksigen nə şəklində olur? Qaz. Qaz şəklində. Bunlar da O2. Karbon nə şəklində olur? Karbon da qaz olur. Karbon da qaz olur. Elə deyil uşaqlar, hər ikisi qaz. Görürsünüz ekranı. Axırda ikisi birləşib formada gətirməlidir. Qulaq alsın, diqqətlə qulaq alsın. H2. Bu necə olur? Oksigendir də. Bu oksigenin axırıncı təbəqəsində neçə dənə elektron var uşaqlar? Oksigen 2-dədir. Burada 2 dənə, burada 2 dənə. 1, 2, 3, 4. 6 dənə. Ha? 6 dənə. 6 dənə. 6 dənə. 6 dənə. Hamı özünü neçə oxşatmaq istəyir uşaqlar? 8-ə. Deyil. Bundan qabaq ki keçmiş. Mən 2 dənə elektron var. Bundan 2 dənə elektron. Qulaq. Tamam. Uşaqlar. Oksigen özünü 8-ə oxşatmaq üçün neçə dənə elektron lazımdır? 2. Niyon. 2. Hidrogenin neçə dənə elektronu var? 2. Hay. Hidrogen neçə elektron? Bir dənə müəllim. Mən bir dənə Bir dənə elektron var. Hazır orada bir dənə birləşərdi də, H ilə oksigen birləşərdi. Burada nə var? Deməli, bunun bir dənəsi bunu 8-ə oxşatmağı təmin eləyir. Bir dənə ilə birləşəndə 7 dənə olur. 8 olur. Bir dənə kifayət edir 8 oxşamaq üçün.
Ya eləmir. Eləmir. Başa düş. Ona bir dənə də oksigen lazımdır. Bir dənə lazımdır, mən bir Başa dənə o düşdünüz mü? tamam. Ona görə də bu H2 olur. Mümkün deyil. Bu 8'e bu da özünü 8 oxşatmalıdır. Bu da. Ona görə H2 olur. Başa düşdünüz mü aşağı? Ha. Ona görə bizim burada bunu başqa cür yazmağa ixtiyarımız yoxdur. Artıq bu təbiətin qanunudur, belə ki. Ona görə də bu da həyatda qalsın, bu da həyatda qalsın. Biz nə eləməliyik? Əmsal düzəltməliyik. Bunu gətirdim, yazdım buraya 2. Neçə oldu uşaqlar? Bax, bir dənə Hara dərs yazıldı? dərsin bir dənə hissəsini baxın. Alır, mənə qaytaracaq. Gətirdim. Burada hidrogen 2 dənədir, burada oksigen 2 eləmək üçün nə eləməliyim? Bunu yana yaza bilmərəm. Burada 2 yazsam bu səhv. Ola bilməz. Ona görə hara yazıram uşaqlar? Qabağımda. Oksigen neçə dənədir burada? Oksigen əğində bir şey var. Xeyr, bir Yox. dənə. Deməli 2 Bir dənə dənədir. də oksigen. Oksigen düzəldi burada uşaqlar. 2 bu tərəfdə, 2 bu tərəfdə, qabağındakı. Bu getdi. Hidrogenin əğində 2'dir. Bu 2'yi 2'ye vuranda neçə edir uşaqlar? Dörd. Burada 2'dir. Deməli mən neçə yazmalıyım ki, opşu 4 olsun? 2 yazmalıyım. Uşaqlar, hidrogen, oksigen oldu 2 dənə. Burada oksigen, burada 2 dənədir. Bunun əğində heç nə yoxdur. Bu 2 dənə oksigen deməkdir. Hidrogen əğində 2 var. Bu 2'ye vuranda 4 dənədir. Uşaqlar, hidrogen 4 dənə oldu mu? Bəli. İndi siz başa düşdünüzmü ki, bizim səlahiyyətimiz yoxdur. Qanunu bunların özlərinin birləşməsi nədirsə, biz onunla yazmalıyıq. Hər element, hər birləşmənin özünün öz qayda qanunu var, birləşməsi var. Amma bizə aidiyyəti yoxdur. O nədirsə, biz o birləşmənin özünü yazmalıyıq. Həminin sağ tərəfindən, sol tərəfinə əmsalla düzəltməliyik. Başa düşdü mü? Amil başa düşdü mü dediyimi? Oksigen əgərdə niyə 2 yaza bilmərəm? Səhv olur çünki. De, Ziya de. Mənim çünki o Heç kim öz başından danışmasın. Bax, kim bilir əlini qaldırsın. çünki mən bir dənə oksigenə birləşir də mənim o. Oksigen Çünki biz uşaqlar, ay uşaqlar, sizi bundan qabaqki bölümdə nədən keçdik? Bölümün adı. rabitələr. Bax, Yox, uşaqlar, bu rabitə məsələsidir. Mümkün deyil. Çünki oksigen 8'e dedim özünü oxşatmaq istəyir. Ona çünki hidrogen də tək axırıncı təbəqəsində bircə dənə elektron var. 2 dənə hidrogenlə birləşməlidir. Ona görə də bu belə alınır. Oğul lazım deyə bunu otur yadında saxlayın. Başa düşdünüzmü? Bir reaksiyanın mahiyyətini anlayın. Niyə formulalar belə alınır? Raya izah elə. Burada mən həmin tənliyin sağ və sollarının atomlarının sayını bərabərləşdirilməsi. Niyə biz bunu belə yazdık? Bu niyə belə alınır? Axı burada 2 dənədir, burada da 2 dənədir. Niyə bu H2 alındı? Sağ və sol oksigenlərin atomları sayı bərabər olmayanda müəllimə oksigen atomlarının sayını bərabərləşdirməyinə görə Ay Raya, Hüseyin formu- sən hardan danışırsan? qarşısına 2 Ay Raya. misal var. Səndən ondan danışmıram, bundan danışmıram. Bax, bundan danışıram. Bax, bu niyə H2 o yazdıq? Başqa şey alıydı. Mən deyirəm. H2 də o 2 alınardı da. Niyə biz bunu Mən H2 deyirəm. yazdıq? Və mən sənə dedim, bundan qabaq bir şey keçdik, rabitə keçdik. De yaxşısınız ya. Məməli. Çünki orada mən yazmaq olmaz. Çünki hamısı özünü 8'e oxşatır. Bəli. Çünki biz bundan qabaq rabitə keçdik. Bu belə alınır. Bu özünü 8'e oxşamaq istəyir, bu da 8'e. Gedir, helium oxşadır, bu da gedir özünü şey oxşadır. Bəli. 8'de nədir bizdə axıda? Neon oxşatması. Ona görə mümkün deyil. Biz bunu öz başına yazmamışıq. Biz bu H2O'nu bu qanunun niyə belə olduğunu yazdıq. Ona görə də axı bu hazır onda belə yazardıq da. Biz yazardıq belə caninin sağlığına. Yazardıq ki O2 üstə gəlsin H2 bərabərdir. O2 H2. Yazardıq da. Nə yazmadıq? Çünki mümkün Səhv deyil. olur müəllim. Bu səhv olur. Bu bunun rabitə ilə bağlı olaraq bunun özünün birləşmə qanunu budur. Ona görə də biz burada
bizə dəxli yoxdur. Reaksiyadan qabaq bizə dəxli yoxdur kimin ayağında nə var. H üstə gəlsin, H2 üstə gəlsin O2. Bizə buna heç bir dəxli yoxdur. Alınanı bilirik ki, alınan budur. H2 o, bu başqa birləşmələrə də aid olacaq. Amma biz burada 2, burada 2, burada 2. Oksigen də biz. Oksigeni burada 2 vurdum. Geldi bu 2 oldu. Oksigen düzeldi. Hidrogen düzelmedi. Oldu 2 düzeldi. Biz H2O nədir sadə misala girirəm. Bu yəni ki, əmsal olanda biz bu birləşmələri əzbər bilməliyik. O birləşmələr nədir onu alınacaqdır. Amma onun qabağındakı təlliyin sağınla solunun düzlüyünü həll eləmək üçün əmsaldan istifadə edəcək. Uşaqlar, indeks başqa, əmsal başqa. Bax, sizə orada 3 dənə şey yazdırdım. Onları baxacaqsınız. Qarşısına 1, ondan sonra bir də ki tam 2, bunu göstərəcəksiniz. Sonra əmsalda 3. Bax, bunları biləcəksiniz. Bu dərsi oxuyun gəlin. Çox ehtimal ki, biraz çətin başa düşəcəksiniz. Məcburam, heç səhər başa düşməsəniz bir də bu dərsi izah edəcəm. O da çətin deyil müəllim. O üstə istəyək. Uşaqlar, mən sizə bunu kitabdakı kimi deyə bilərdim, amma mən istəyirəm niyəsini biləsiniz. Başa düşdünüz? Yəni biz buradan sonra reaksiyalarda nə birləşmələr, nə maddələr alınacaqsa, onların hamısı standart öz birləşmələri var. Məsələn, bundan qabaq yazdıq nə? Çay sodası yazdıq. Bu çay sodasına o öz başından yazılmadı. Çay sodası qanuni qəfəslərin uclarındakı bu atomların birləşməsi belədir. Başqa cür mümkün deyil. Artıq nə eləsən də o ilə birləşəcək. Başa düşdünüzmü? Ona görə biz onun özünü düz yazmalıyıq. Sonraki o sağla solun o elementlərin, birləşən elementlərin düzlüyünü şeylə düzəldəcək. Əmsallarla. Başa düşdünüz? Hələlik bu dərsə qayıdıb bu da girəcək. Çünki başqa yolum yoxdur. Siz kimyəvi reaksiyaların mahiyyətini bilməlisiniz. Yaxşı. Başa düşdükcə də xoşunuz gələcək. Amma ola bilsin biraz gec də çata bilər, amma məcburum bunu öyrənəcək. Mənə o hidrogenlə bağlı dediklərimi mənə səhər özümə qaytararsınız. Bunu YouTube-a qoyacağım. YouTube-dan da götürüb dərslərə baxacaqsınız. Yaxşı mı uşaqlar? Bu qədər. Çox artığa girməyəcəm. Çox artığa girməyəcəm, yüklənməyəm. Bununla dərk eləyək, sonra bizlərə gələcək. Bu qədər. İkinlə də cavab verin. Dünənki reaksiyalar bir də hamıdan parta-parti. Kimin daskası var, daskada yazacaqdır. Mən gələn kimi gözümün qabağında. Kiminki də yoxdur, dəftərdə yanında yazacaq, kitab dəftər bağlı izahını orada verəcək. Adlarını, familiyalarını, bir-bir hər şeyi. Yaxşı? Bir dənə hidrogenin də reaksiyasını hidrogen qazından oksigen qazının reaksiyasını bir-birinə reaksiya girib alınan suda əmsalın, bir dənə onun əmsalını da yazın mənə göstərərsiniz düzəldilməyi. Oldu uşaqlar? Bu dərsi kim başa düşdü? Başa düşməsəniz də mənim üçün problem yoxdur. Səhər bir də izah verəcəm. Ziya başa düşdü. Raya başa düşdü. Mən siz necə? Bində sual işarələri var da, yalandan deməyim. Nə qaldı sual işarələri? Anlayıram sual işarələri. Mən demək istədiyim, bu əmsal məsələsinə aid deyil. Mən sizə başa salmaq istədim, tamam başqa bir şeydir. Məsəl üçün, orada sizə demək istəyirəm ki, sizin üçün qaranlıq qala biləcək ki, niyə bu birləşmədə, məsələ, oksigen 3 dənədir, karbon 1 dənədir, kalsium 1 dənədir, səbəbi nədir bu? Bunun istənilən rəqəm ola bilərdi də. Mən onun haqqında danışmaq istəyirəm ki, onların özlərinin birləşmə qəfəslərində birləşmə quruluşları var. Artıq onlar avtomatik olaraq belə birləşirlər. Bizdən asılı deyirlər. Başa düşdünüzmü? Hidrogeni gördüm, bir dənə sadəcə suyu başa saldım ki, su birləşəndə hidrogenlə oksigen, nə olsun ki, hidrogenin atomu 2 dənədir, oksigenin atomu 2 dənədir, molekul halında olanda. Axı, onun dəxli yoxdur. Hamısı özünü 8-liyə oxşatdığı üçün kim hansınla nə qədər lazımdır o qədər birləşir ki, geçsin özünü 8-ci qrupdakı elementi oxşasın. Düzdür? Məsəl üçün, natriumla xlor niyə bircədən oldu əmsalları birləşəndə? Hər aya.
Dede izahını ver. Natrium özü Həmin kim oxşatdı? əmsallara- Klor özünü kim oxşatdı? Mən orada dedim ki, natrium özünü getdi, neyan oxşatdı. Aha, Yəni 8-ə tamamladı da. aha. Xlorda gedib orada özünü arqana oxşadır. Ay, hərəsi neçə elektronla birləşdi? Hərəsi 2 elektronu. Ay, amma hərəsi ona görə bir dənə natriumun atomunu kifayət elədi. Oksigen niyə 2 dənə hidrogenlə birləşdi? Oksigen 2 dənə hidrogenlə birləşməsi səbəbi özünün kütlə Aha, 8-ə oxşatdı. tamamlamağa görədir. Tamamladı. Çıxmasına görə. Ona bir dənə şey bəs elədi. Bir dənə hidrogen neçə dənə oksigeni var idi? Elektronu var idi. Elektron var, hidrogen var. Hidrogen neçə dənə elektronu var idi? 6. Bir dənə. Sən hidrogen altından yazılır. Ya hidrogen oksijeni bir səhv buraxmalıdır. Hidrogenin bircə dənə elektronu. O kifayət elədimi ki, özünü 8 oxşatsın az oksigen? Ona görə 2 dənə götürdü. Mən bir Aha, dənə kifayət eləmədim. Bax, ona görə də bu elementlər birləşib yeni maddələr əmələ gətirəndə, bax, bunların öz qayda qanunları var. Hamısı özü o qaydada birləşə bilər. Artıq kənara çıxa bilməz. Başa düşdünüz? Tamam, sabah sizə başa salacağım hamısını təzədən. Bu dərsi şeydir. Yaxşı öyrənsin sabah. Oldu? Oldu Görüşürüz. mən. Sağ ol. Tamam. Sağ ol. Sağ olun. Sağ ol.